Selam dostlar ve Aziz Əsəd Bey. Burada söz 8 Mart Dünya Qadınlar Günündən gedir. Siz isə Oktober İnqilabı qadınların bir qiyamı ilə ya onların qiyamı ilə meydana gəlmişdir deyə kimi qələmə verirsiniz. Yuxarıda bir rəsm yaymısınız. Orada Amerikada, New York'da işçilərin ayaqlanması, o cümlədən qadın işçilərinin ayaqlanması nəticəsində 1910-cu ildə Kopenhag'da, yəni Danmarkın Kopenhag'ında Martın 8-i, yəni o hadisə ki, Amerikada işçilər vasitəsilə üz vermişdi, Dünya Qadınlar Günü seçilir. Və 1911-də də bəzi Avropa ölkələrdə bu gün, yəni Dünya Qadınlar Günü 8 Mart anılır. Yəni qadın gününün bərpa olması, meydana gəlməsi və addım olması Oktober İnqilabı ilə yaxından uzaqdan heç bir dəxli yoxdur. Burada əgər daha dəqiq teorik mübahisələrə girməsək, amma bir cümlədə deyə bilərik ki, klasik marksizmdə qadın hərəkatına diqqət yetirmə belə düzgün bir diqqət deyildir. Çünki o düşüncəyə görə işçilərin bərabərliyi dünyada istər-istəməz qadın kişi bərabərliyini də təmin edəcəkdir deyə kimi düşünülürdü. Hətta bu günə qədər klasik marksistlər də belə o düşüncələrdən halen də uzaqlaşmamışlar. Bir başqa yöndən də Sovyet Birliğinin formalaşması, İttihadı Şurəvinin qurulmasını istimari dövlətlərə qarşı bir hərəkət kimi dəyərləndirmişsiniz. Baxmayaraq ki, bu hərəkət ilk başlanğıc illərdə belə bir zehniyyətlə meydana gəldi. Ələlxüsus faşizmlə İkinci Dünya Savaşında qarşılaşması üçün bir pozitiv pozisyon aldı. Amma Sovyet Birliğinin bərpa olması istər-istəməz qısa zamandan sonra özü bir emperyalisti devlətə çevrilib və güya ki kapitalizmin qarşısına gəlmişdir deyə özü bir yeni kapitalizmin formasını, yəni dövləti kapitalizmin gerçəkləşməsinə səbəb oldu. Və yeni tarixdə birinci dəfə totaliter siyasi bir sistemin formalaşmasına, meydana gəlməsinə, canlanmasına səbəb oldu. Yəni Sovyet Birliyindən qabaq dünyada mövcud olan dövlətlər diktatorluq və ya istibdadi dövlətlər idilər. Diktatori və istibdadi dövlətlərlə bir totaliter dövlətin təfavütü həqiqətən fahişdir. İstibdadi dövlət və diktatori dövlətlər nə qədər də ziddi insani və ziddi bəşəri dövlətlər olursalar da, amma geniş kontrolları xalq hərəkatına yoxlarıdır. Amma totaliter bir dövlət hər insanın belə xüsusi və şəxsi zindecanlığına müdaxilə və kontrolu əsasında bərpa olmuşdur. Bugün o totaliter dövləti məsələ Kuzey Kore Şimali dövlətində görmək çox rahatdır. Və yəqinən bilirsiniz ki, Sovyet Birliyinin və dünyada o cəbhənin yenilməsi burjuvazi və kapitalizmin qarşısında bu totaliter sistemin qurulması əsasında meydana gəlmişdir. Və həmanlar ki, dünyada işçiləri qurtarıb bərabərliyi təmin etmə şüarı ilə Sovyet Birliyinin dövlətini qurmuşdular. Həmin işçilər vasitəsilə Sovyet Birliyinin liderlərin və qurucuların heykəllərini öz əlləri ilə yıxdılar. Əlbəttə ki, Sovyet Birliyinə kommunizmin acı təcrübəsi və totaliter sistemini gördüyündə və təcrübə elədiyində bəşəriyyət modern dövlətlərdə yeni bir sosializm modeli formalaşdırdılar. Yavaş-yavaş sosial demokrasi adına ya demokratik sosializm adına sosialisti düşüncənin modernləşməsinə, müasirləşməsinə və demokratikləşməsinə
yardımcı oldular və bu dünyada həman modern formada meydana gəlmiş sosializm ki, demokratik sosializmi var ya sosial demokrasiya adlanırdı, yeni çağda modern dövlətlərin və xüsusən sosial dövlətin bərpasında ciddi bir rol oynadı. Amma təəssüflə sizin ad çəkdiyiniz Sovyet Birliyinin bərpası dünyada istimari dövlətlərin qarşısında olan bir güc deyil, bəlkə yeni bir istimari dövlətin meydana gəlməsinə səbəb oldu. Əlbəttə ki, Sovyetdən öncə Ruslar dünyada bir istimari dövlət kimi meydandaydılar. Sovyet Birliyi təəssüflə onun yerini doldurdu və indi isə Sovyet Birliyi çökəndən sonra yeni Putinizm, yine də istimari düşüncə Rus dövləti sistemin siyasətlərini təyin edən bir rola və pozisyona gəlmişdir. Yine qadın günə qeyd edelim və orada da bir neçə cümləni vurgulayalım. Qadın günü bir bayram değildir. Bayram sözü Sovyet Birliğində qadınlar güya öz hədəflərinə çatmış və ədalət və bərabərlik təmin olmuşdur deyə qadınlara bayram adına yedirtməyə çalışdılar. Və Sovyet Birliğində olan devletler ister istemez bu ədəbiyyatı yavaş-yavaş öz ölkələrində yerinə saldılar ki, güya Dünya Qadın Günü bir bayram günüdür. Yəni onlar həqlərinə varmış, ədalət bərpa olmuş və bərabərlik təmin olmuşdur deyə kimi bayram sandılar. Halbuki Sovyet Birliği zülmlər əsasında qurulan, gəlişməyə bir şəraiti olmayan totaliter sistemi bərpa etmiş bir durumda olduğuna görə zülmlərin genişlənməsi, yoxsulluğun daha çox kapsamlı formada toplumu daha çox fəlakətə sürükləməsi üçün 1990-cı ildə xalqların ayaqlanması ilə köçmüşdür və tarixə qovuşmuşdur. Dünya Qadınlar Günü bayram günü değildir. Çünki qadınlar üçün ədalət heç yerdə bərpa olmamış, bərabərlik dünyanın heç bir yerində təmin olmamışdır. Hətta o gün dünyanın ən modern ölkələrində belə qadın və erkek ya qadın kişinin bərabərliyi belə lazımi qədər təmin olmamış bir durumdadır deyə Dünya Qadın Gününü bayram adlandırma çox böyük yanlışlıq və hətta qadınlara bir təzik kimi hesab etmək olur. Niyə? Ədalətsiz bir durumda yaşayan qadına bayramdır deyə, yəni ədalət bərpa olmuş kimi gələn vermə nə mənasına gələ bilir? Elə buna görə də Dünya Qadın Günü bir mücadilə günüdür. Zülm ilə, bərabərsizlik ilə, ədalətsizlik ilə bir mücadilə günüdür. Bu gün qadınların dayanışma günüdür. Modern düşüncədə olan kişilər, erkeklər bu gün qadınlarla çiyin-çiyinə dünyada bərabər təmin olsun deyə, cinsiyyət arasında ədalətsiz olmasın deyə, qadın kişi tanımı ədalətsiz bir toplumun fərqli kəsimləri kimi dilə gəlməsin deyə gününə qədər mücadilə davam etməlidir. Cinsel eşitliyinin bərabərliyinə qədər və tamam sahələrdə, diqqət edin, tamam sahələrdə, bu ailə içidir, bu toplumdur, bu siyasətdir, bu iqtisad aləmidir, bu sinema aləmidir, bu kültür aləmidir, bu iş aləmidir. Cinsiyyət bərabərliyi təmin olunmayınca ədalətsizlik var və ona qarşı mücadilə davam etməkdədir deyə kimi düşünməliyik. Elə buna görə də Dünya Qadınlar Günün bayram sanmaq olmaz. Bizim bir bayramımız var, Novruz bayramı. Ne üçün bayramdır? Əlimizə nə gəlir? Nə üçün sevinirik? Qışdan, sızaqlıqdan, soyuqluqdan və evlərin içinə sığınmaqdan, havanın gözəlləşməsi, baharın gəlməsi, əkin biçinin başlaması, təbiətin çiçəklənməsi və verimli dünyanı qarşımızda görmək üçün.
əkmək üçün, biçmək üçün, soyuqdan keçib sıcağı qucaqlamaq üçün bayram sayılır. Əcəba qadınların bugün durumu dünyada belə bir halı əks edirmi, göstərirmi?